Öz dəyər insanın özünü var olduğu halı ilə, indiki halı ilə qəbul edib, sevib təsdiq etməsidir. O ki biz deyirik, belə çinlərimizi qaldırırıq, başımızı, burnumuzu yuxarı tutub gəzirik, deyirik ki, mən çox dəyərliyəm. Mən belə deyirəmsə mən dəyərliyəm. Xeyr. Necə olur bəs? Siz ola bilər dəyərlisiz, amma hər mən dəyərliyəm deyən özünü dəyərli hiss etmir. Yəni özünü dəyərli bilməklə dəyərli hiss etmək arasında fərq var. Məsələn, hər kəs bilər ki, yaradılış olaraq mən özələm, Allah tərəfindən özəl olaraq yaradılmışam, məndən bir dənədir. Mən heç vaxt şəhərdə özümdən qarşılaşmamışam. Bunu bilib deyə bilər ki, mən dəyərliyəm. Amma özünə emosional baxışı doğru deyilsə, özünə yetərsiz, bacarıqsız bir insan olaraq baxırsa, özünə çirkin biri olaraq baxırsa, o insanın özünü dəyərli hiss edirsiniz yəni. Davamlı özünü tənqid edirsə, özünü günahlandırırsa, özündən şikayətçidirsə, o insan necə özünü dəyərli hiss edə bilər?